Polşa millisinin və Qarabağ Futbol Klubunun qapıçısı Mateusz Kochalski gələcəyi ilə bağlı danışıb. 26 yaşlı golkiper bildirib ki, hazırda ona heç bir rəsmi təklif gəlməyib. Golkiper Azərbaycandakı karyerasının taleyinə yay aylarında qərar veriləcəyini deyib. Mateusz Kochalski qeyd edib ki, hazırda konkret təklif yoxdur. Buna görə də gələcəyimlə bağlı yekun qərar verməmişəm. Yay transfer dönəmində nə baş verəcəyini bilmirəm. Əgər böyük klubdan yaxşı təklif olsa gedərəm. Əks halda Qarabağda qalmağa davam edəcəm. Qeyd edək ki, Mateusz Kochalskinin Qarabağ Futbol Klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayında başa çatır. Polşa mediasının yaydığı məlumata əsasən 2026-cı ilin iyul ayından etibarən qüvvəyə minəcək xüsusi bənd futbolçunun transferini asanlaşdıra bilər. Həmin müddətdə qapıçının 2,5 milyon avro qarşılığında başqa kluba keçid etməsi mümkün olacaq.